Salam, mən Atışgah Sığortanın korporativ təlimçisiyəm. Hər birimiz işdə səhv edə bilərik, bu normaldır. Amma heç düşünmüsünüzmü? Xırda, adi bir səhv sizə nə qədər baha başa gələ bilər? Gəlin bugün bir neçə real hekayəyə baxaq və görək, kiçik bir diqqətsizlik necə böyük bir maliyyə fəlakətinə çevrilir və ən əsası, bundan necə qorunmaq olar? Elə bu sualla da başlayaq. Bir anlıq təsəvvür edin. Gündəlik işlərin içində, bəlkə də heç fərqinə belə varmadan, buraxdığınız kiçik bir səhv. İllərlə qurduğunuz o karyeranı, o biznesi bir anda alt-üst edə bilərmi? Bəli, bu qorxulu səslənir, bilirəm. Amma təəssüf ki, cavab çox vaxt hə olur. Amma yaxşı xəbər də var. Bax, bu cür fəlakətlərə qarşı peşəkarların çox güclü bir qalxanı var. Peşə məsuliyyəti sığortası. Yəqin ki, beynəlxalq adını da eşitmisiniz. E&O, yəni Errors and Omissions, səhvlər və nöqsanlar sığortası. Bu, əslində sizin təhlükəsizlik yastığınızdır. İşdə yol verdiyiniz səhvlər ucbatından müştəri sizə iddia qaldıranda, bax bu sığorta sizi maliyyə zərərindən qoruyur. Yaxşı, gəlin nəzəriyyədən birbaşa praktikaya keçək. İlk hekayəmizdə cəmi 16 dəqiqəlik bir gecikmənin təcrübəli bir hüquqşünasın həyatını necə kabusa çevirdiyini görəcəyik. Deməli, tanış olun, vəkil Steven Cole. Onun çox vacib bir tapşırığı var idi. Müştərisi olan bank üçün borclunun müflislik işinə etiraz ərizəsi vermək. Söhbət böyük pullardan gedirdi və sənədi elektron sistemə yükləmək üçün son vaxt gecə yarısı idi. İlk baxışdan çox sadə bir işdi, elə deyilmi? Amma həmişə bir amma olur. Steven sənədi gecə yarısı yox, saat 00:16-da, yəni cəmi 16 dəqiqə gec yükləyir. Məhkəmədə sistemdə problem oldu deməyə çalışsa da, bilirsiniz, sərt qaydalar bəhanə qəbul etmir. Gecikmə gecikmədir, vəssalam. Nəticə isə tam bir fəlakət. Məhkəmə bu 16 dəqiqəlik gecikməni əsas gətirib bankın iddiasını rədd edir. İndi təsəvvür edin, vəkil öz səhvinə görə müştərisinə, yəni banka $237.000 ödəmək riski ilə üz-üzə qalıb. Cəmi 16 dəqiqə və 1/4 milyon dollarlıq bir problem. Gəlin indi hüquq dünyasından tamamilə fərqli bir sahəyə, texnologiya dünyasına keçək. Burada səhvlərin nəticəsi, bilirsiniz, domino daşı kimi daha sürətlə və daha geniş miqyasda yayılır. İndi danışacağım hekayə, proqram kodundakı bircə sətrin necə böyük bir maliyyə böhranına yol açdığının canlı sübutudur. Gözünüzün qabağına gətirin. ABC Tech şirkətinin proqramçıları gecə-gündüz çalışıb platformanı yeniləyirlər. Amma o gərginlikdə ödəniş sistemində heç kimə fərq etmədiyi kiçik bir boşluq buraxırlar. Onlar üçün bu bəlkə də xırda bir detal idi. Amma kiber hücumçular üçün bu sanki açıq bir qapı idi və onlar o qapıdan girib 100 minlərlə manat müştəri pulunu səssizcə öz hesablarına köçürdülər. Bax, bu ABC Tech şirkətinin sonu ola bilərdi. Amma onların gizli bir silahı var idi. Peşə məsuliyyəti sığortası. Sığorta sanki bir xilaskar kimi dövriyyəyə girdi. Təkcə oğurlanan pulları ödəmədi, həm də bütün o bahalı məhkəmə xərclərini, vəkil pullarını da qarşıladı. Bir sözlə, sığorta olmasaydı, ABC Tech'in hekayəsi çoxdan müflisliklə bitmişdi. Yaxşı, indi keçək diqqətin və dəqiqliyin hər şeydən vacib olduğu bir sahəyə, mühasibatlığa. Gəlin görək, rəqəmlər dünyasında kiçik bir səhv necə böyük bir baş ağrısına çevrilir. Təsəvvür edin, təcrübəli bir mühasibat firması illərdir işlədiyi müştərisi üçün vergi bəyannaməsi hazırlayır. Hər şey adi qaydasındadır. Amma mal material uçotunda kiçik bir hesablama səhvinə yol verilir. Heç kim fərqinə varmır. Amma bu səhv əslində bir saatlı bombanın fitilini yandırmaq kimi bir şey idi. Və bir gün həmin bomba partlayır. Dövlət vergi xidməti yoxlama keçirir və nəticə şok edici olur. Müştəri şirkətə düz 170 min manatlıq əlavə vergi, cərimə və faiz hesablanır. Bəli, düz eşitdiniz. Bir səhvə görə 170 min manat, amma bu hələ harasıdır. Əsl dərs budur. Zərər heç vaxt tək gəlmir. Vergi qalmaqalı müştərinin adını ləkələyir, bazardakı reputasiyasını məhv edir və əsas alıcıları ondan üz döndərir. Məhkəmə isə mühasibat şirkətini təkcə o 170 min manatı yox, həm də müştərinin itirdiyi gələcək gəlirləri də ödəməyə məcbur edir. Deməli, birbaşa zərərdən qat-qat böyük bir dolaylı zərər də ortaya çıxır. İndi isə gəlin hamımıza tanış olan bir sahəyə, daşınmaz əmlak dünyasına başvuraq. Bu sahədə bəzən ağızdan çıxan bircə söz, verilən adi bir vəd
sizi böyük bir məhkəmə çəkişməsinin içinə ata bilər. Bir əmlak agenti gənc bir ailəyə arzularındakı evi satır və tam əminliklə deyir, narahat olmayın, ev tam təmirlidir, heç bir gizli problemi yoxdur. Ailə də sevinə-sevinə bu sözə inanır. Amma nə agentin, nə də o ailənin o gözəl döşəmənin altında gizlənən təhlükədən xəbəri yox idi. Və nəticə dəhşətli olur. Ailə evə köçəndən bir müddət sonra qonaq otağının döşəməsi çökür və hətta ailə üzvlərindən biri xəsarət alır. Məhkəmənin qərarı isə agent üçün tam bir zərbə olur. Təsəvvür edin, o təkcə təmir xərclərini yox, həm də ailənin müvəqqəti kirayə pulunu, evin dəyərdən düşməsi ilə yaranan fərqi, hətta mənəvi zərəri belə ödəməli olur. Və nəhayət, son hekayəmiz, bu hekayə əslində bütün danışdıqlarımızı bir yerə cəmləyir və göstərir ki, verdiyin məsləhətin arxasında nə qədər böyük bir məsuliyyət dayanır. Bir investisiya məsləhətçisi müştərisinə yüksək gəlir vəd edir, amma investisiyanın risklərini ya kiçildir, ya da ümumiyyətlə demir. Bazar enişə keçəndə isə müştəri böyük pullar itirir. Məhkəmə də qərar verir, məsləhətçi təkcə itirilən pulu yox, həm də o itkiyə görə müştərinin pozulan bütün gələcək maliyyə planlarının zərərini də ödəməlidir. Yaxşı, gəlin bir anlıq dayanıb düşünək. Hüquqşünas, proqramçı, mühasib, əmlakçı, məsləhətçi, bu qədər fərqli peşə sahibinin hekayəsindəki ortaq nöqtə nə idi? Onlar işlərini bilməyən adamlar idilər, yoxsa sadəcə bəxtləri gətirmədi? Xeyr, əslində ortaq nöqtə onların səhvləri yox, o səhvlərin amansız nəticələri idi. Birincisi, bir anda ortaya çıxan və cibdən ödənilməsi mümkün olmayan böyük maliyyə zərəri. İkincisi, bitib tükənməyən, insanı yoran məhkəmə dəhlizləri. Və üçüncüsü, bəlkə də ən pisi, illərlə qurduğun o təmiz adın, o reputasiyanın bir gündə ləkələnməsi. Fərq isə çox sadədir. Baxın, iki yol var. Sığortanız yoxdursa, bütün bu maliyyə yükü, bütün bu stres birbaşa sizin və biznesinizin üstünə düşür. Bu, adətən müflisliyə aparan yoldur. Amma peşə məsuliyyəti sığortanız varsa, bu ağır yükü sığorta şirkəti öz üzərinə götürür. Sizə isə sadəcə öz işinizə davam etmək qalır. Və gəldik ən vacib məqama. Baxın, bunu heç vaxt unutmayın. Belə bir iddia ilə üzləşəndə əsas məsələ sizin haqlı və ya haqsız olmağınız deyil. Əsas məsələ bu fırtınadan salamat çıxmaq üçün arxanızda duran maliyyə gücünüzün olub-olmamasıdır. Çünki siz 100% haqlı da olsanız, məhkəmə prosesinin özü o qədər bahalıdır ki, sizi onsuz da müflis edə bilər. Və son olaraq hər birinizdən bu sualı özünüzə verməyinizi istəyirəm. Əgər sabah bu hekayələrdən birinin qəhrəmanı siz olsanız, sizin biznesiniz, sizin karyeranız bu zərbəyə tab gətirməyə hazırdırmı? Cavabınız peşəkar gələcəyinizi həll edə bilər. Diqqətiniz üçün təşəkkür edirəm.